Deməli qızlar, mən sizə indi 3-cü həftəmin qazancını göstərəcəm. Daxil oluram öz şəxsi kabinetimə. Bu mənim kabinetimdir. Daxil oluram qazanclarım bölümünə və budur. Deməli, 2 həftəm, birinci həftəmdə 36 dollar, ikinci həftəmdə 60 dollar və 3-cü həftəmdə isə 74 dollar balansımda var artıq. O üçün 3 həftəyə 268 manat pul edir. Təsəvvür edin. Hələ bir ayım bitməyib, 3 həftə. Ona görə də mən adi şəbəkə bizneslərində olsaydım, qollar qurmalıydım hələ, dövrələr hələ yaratmalıydım. Üstəgəl mənim artıq qızlarım da burada qazanır. 2 nəfər, 1 nəfər dəvət edən qızlarım belə burada qazanırlar. Hər birinizin qazanclarınız xeyirli uğurlu olsun inşallah.